Salam dəyərli şagirdlər. Bu gün təhlillər sisteminə aid suala baxırıq. Bizdən x plus y istəyir. Əvvəlcə birinci tənlikdən x kvadratı y kvadratın ortaq vuruq çıxardırıq. Qalır x-in y-in kvadratı üstə gələ x-in kvadratı bərabərdir 16. X y-in yerinə qoyuruq -2-nin kvadratı. Y kvadratı üstə gələ x-in kvadratı bərabərdir 16. Yazırıq y-in kvadratı üstə gələ x-in kvadratı bərabərdir 16-nı 4-ə bölükdə 4. Toplamın yerini dəyişsək, cəmi dəyişmir. Yazırıq bir x-in kvadratı üzrə y-in kvadratı əlavə müxtəsər üstündən istifadə edək. X plus y-in mötərizə kvadratı çıxaq. 2xy. X plus y-in kvadratının yerinə 4 qoyduq. 4 bərabərdir. X plus y-in mötərizə kvadratı çıxaq. 2 vuraq. X, y-in qiymətini verib bizə -2. -2. Bu da eləyəcəkdir müsbət 4. 4 çıxaq 4 bərabərdir x plus y-in mötərizə kvadratı. 0 bərabərdir x plus y.